Fəla təğurrənəkumul həyatud dünya. Dünya həyatı sizi bədbax eləməsin, azdırmasın. Və la yəğurrənəkum billahil qərur. Sizi bu azğınlığınız azdırmasın. Məğrur eləməsin. Pulluluğunuz, imkanlılığınız, qolunuzun gücü. Bunlar hamısı gedəndir. Nə boyda pəhlivan olasan, 120 kilodan işləyəsən, onu yeni gələsən, bəhri uyacaq. Xeyri yoxdur. Hac faiz namazını qılacaq. Tərgini qoyub orada dəfn eləyəndə, sən orada olmursan ki, dədon qalır mollunun orada. Allah bilir nələr deyir ona. Nə bilirsən nələr deyir. Allah rəhmət eləsin. Böyük alimlərdən biri də Azərbaycanda gəldi, təlqin deyirdi bir tələbəsi, çatdı, oraya gördü ki, ustadı gəlir, tez özünü yığışdırdı, işarə elədi ki, davam elə, kəsmə təlqini, cəmaat baxır. Ondan sonra qutarandan sonra Fatih gördü, dədəsi dəfn edirlər, orada qonum əqrəbə yanında, hamısı yanındadır, bir 300-400 adam var, burada şeyxdir, böyük alimdə, köhnə kişilərdən idi. Hası bir 30 il, 40 il bundan ama. Dedi, ustad bağışdı, dedi, ondan işim yoxdur, sən onu deməyə gəldim, gedirdim, başqa yere gedirdim, gördüm təlqin desin. Dedim ki, bu əbləhi mən tanırdım, dirciyində mən buna nə qədər başa saldım, qanmadı. İndi sən nə qədər özü öldürürsən, qanan döyür. Mən nə qədər dedim, Allah təkdir, Peyğəmbər var, imam var, bu qanmadı, qandıranmadım sağlam. Sən öləndən sonra nə qandırarsan? Dirciyində bunu qandırmaq lazımdır. İnnə şeytanə ləkum aduvvun mubin, ya aduvvun, bu ayədə dir aduvvun. Şeytan sizin üçün düşməndir, fəttəxiduhu aduvva. Siz də düşmən tutun da onu. Allah deyir, mən deyirəm düşmən deyil. Düşməni düşmən tutdan niyə görə sən ona qardaş deyirsən? Niyə görə dost deyirsən, hansı ki, sənin dininlə düşməndir o, sənin əqidinlə düşməndir, sənin məsləkinlə düşməndir, sənin dəyərinlə düşməndir. Deyir, ondan neyinə sən də düşmən ol. Şeytana biz düşmən təyin eləmişik, çünki bilirik. İnnəmə yəd'u hizbəhu liyəkunu min əshabis səir. Çünki öz qoşununu şeytan çağırır ki, yığır ki, toplayır, cəhənnəm əhli eləsin özü kimi. Bəziləri deyirlər, əgər bu şeytan pis idisə, hətta biri o gün deyir, Allahdan səhv tutmuşuq, nəuzubillah. Nə olub? Şeytanı nöş yaradıb cəmaat arasında. Allah şeytanı yaratmadı ki, şeytan mələk qədər qalxmışdı. Allah istedadların bilirdi ki, nəfsinə qul olsa, çünki nəfsin ağıl verib. Allah bu kişinin de onun da istedadını bilir ki, ağlı ilə getsə, mələkdən də üstündür, istedadını verib. Yox, nəfsi ilə getsə, onda şeytandan yox, heyvandan da pisdir. Bunu bilirdi Allah. Allahın məqsədi yaradanda şeytanı 6000 il gəldi, ibadət elədi, mələklərə piş namaz deyandı. Şeytan kimi yaratmamış, sonradan bir dənə çaşdı, qəflət elədi. Neynədir? Allahın qoyduğu vilayəti qəbul etmədi. Həzrəti Adəmin vilayətini qəbul etmədi. İndi sən ki, Həzrəti Əlinin vilayətini qəbul etməyəndən sonra gör nə gündəsin. Allahın verək Allahın izzətinə Allah bizləri bağışlasın. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.